Allah rəhmət eləsin. Zəlimxan Yaqub yazıb ki, qış yaza çevrilir. Qar çiçək açır. İnsanın ürəyi gözəl olanda, dünya gözəlləşir başdan ayağa, insanın ürəyi gözəl olanda. Dəli küləkləri mehə döndərir. Buludu cülüsdə şehə döndərir, ay Kənan. Qulu da qaldırıb şaha döndərir, insanın ürəyi gözəl olanda. Kasıb yuvanı da gözəlləşdirər. Çirkli havanı da gözəlləşdirər. Vallah, deyir vəhşi heyvanı da gözəlləşdirər, ay dostlar. İnsanın ürəyi gözəl olanda. Sözə bax ha, deyir səhrədə gül əkir, orman düzəldir. Dən səpir, ay dostlar, dən biçir, xırman düzəldir. Dərdlərə min cürə dərman düzəldir, insanın ürəyi gözəl olanda. Sevgidən savayı bir dini yoxdur. Qanda bir nifrəti, bir kini yoxdur. Gözündə heç nəyin çirkini yoxdur, insanın ürəyi gözəl olanda. Və hürbətdəki sözə bax, ha sən, deyir, işıq da gözəldir, bulut da gözəl, ay xəyalə, nəğmədə gözəldir, sükut da gözəl. Vallahi ay dostlar,